Sadəcə hər kəsə salam dostlar. Çoxdan da yox idim, amma indi buradayam. Bu gün full Şiqlan məhsulları ilə sizlə bərabər makyaj edəcəm. Ümidvaram ki, sizin üçün maraqlı bir video var. İşə linzalarımı taxmaqla başlayıram. Primer olaraq Şiqlanın bu primerından istifadə edəcəm. Bu əslində səyahət boyu olaraq keçir. Sadəcə istifadə etmədiyim üçün heç ilk dəfə alırdım deyə bunu aldım. İndi bunu istifadə edəcəyik. İyisi var da çox qəşəngdir. Fresh qoxuyor. Reklamında göstərirdilər ki, bəzi əşyaları primer vurandan sonra üzə yapışdıranda qalırmış. Alırmış həqiqətən də. Yalan neymiş? Aslında daha böyle bir şey istifadə edək. Abartma falan. Abartma. Bundan istifadə edirik. Böyle preslenmiş tamam yine değiller. Bilmiyorum. Adımdan çıktı yani adı. Keçək göz makyajına, çünkü konserleri sonda vuracağım. Göz makyajı için bu tempaletinden istifadə edeceğim. Renkleri de bu formada da göstereyim size. Fırçamı alın, başlayaq. İlk olarak gözümün üzerine bundan istifadə edeceğim. Evet, gözümüzde normal bir alt təbəqə yaratdıq. İndi ne edirik? İndi digər rənglərdən istifadə edəcəyik. Ten mövzusunda heç yaxşı deyiləm bu arada. Yəni pis fırçam, xəbəriniz olsun. Qəhvə rəngi tonlarından istifadə edərək bundan istifadə edəcəm. Ve kənarına isə bu rəngdən istifadə edəcəm. Parıltıdan istifadə edəcəm yəni. Okey. Göz makyajımız bu kadar uşaqlar. İndi isə göz pınarlarımıza bundan istifadə edəcəyik. Oldu. İsə linerimizdən çəkəcəyik. Liner bu formadadır. Bu arada buradaki birçok məhsulu sizinlə bərabər ilk dəfədir sınayıram. Linerlərimiz də gördüğünüz kimi hazırdır. İndi tuşdan istifadə etməyəm. Sadəcə tuşun Şiqlan məhsulu olmadığı üçün normal hər zaman istifadə etdiyim teleskopik maskaradan istifadə edəcəm. Tuşumu da vurdum, geldim.